Dedi əgər Həzrəti Əbdülazim Həsəninin qəbrin ziyarət eləyəsən reydəm, elə bir Cəddi Hüseynin qəbrin ziyarət eləyəsən Kərbəlada, mənzara Əbdülazim berey kəmənzarəl Hüseyn be Kərbəla. Hər kim Həzrəti Əbdülazim Həsənini ziyarət eləsə reydə, elə bir İmam Hüseynin altı quşalı qəbrin ziyarət eləyir Kərbəlada. Adam var 50 ildir bu Məhəmməd şəhridə olur, Kərəşdə olur. 50 dəfə də Tehrana gedib gəlib, bir dəfə Həzrət Əbdülazimin ziyarətinə getməyibdi. Bir dəfə də Həzrət Əbdülazimin ziyarətinə getməyib. Deyir, əgər Bəqiyə gedəmmisən, əgər Məkkiyə gedəmmisən, Həzrəti Fatıməyə Zəhra salamullahi aleyhanın gizlin qəbrin ziyarət eləyəsən, get Quma. Fatıməyə Məsumə salamullahi aleyhanı ziyarət elə, elə bir xanım Zəhranın qəbrin ziyarət edirsən. Çün hər nə sifəti ki Fatıməyə Zəhrada var, Həzrəti Fatıməyə Məsumə salamullahi aleyhada da vardı ki, Ayətullahul Uzmay Mərəşiyə Nəcəfi deyir, vəxti əmməm Fatıməyə Məsumə ra در خواب دیدم eyni madərəm Zəhrast. Çünkü qəblən nənəm Zəhranı yuxuda görmüşdüm. Gördüm elə bir gözləri anam əmməmin də gözləri anam Zəhranın gözlərini oxşayır. Heç yadımdan çıxmaz, bir dəfə mən Qumdan gəlirdim. Bir ağa məni səvar elədi. O da təqribən elə bu Kərəş məntəqəsindən idi. Gördüm biraz narahatlı, dedim ki ağa elə dedi, Hacı ağa bir nəfər mənə borçlu idi. Gəldim Quma getdim borcumu alan, borcumu da vermədi. O da narahatam. Dedim Həzrəti Fatıməyə Məsumənin ziyarətinə getdin, dedi xeyr ağa. Dedim borcumu verməzdi ki. Adam Quma gələ, xanımı ziyarət eləməmiş qayda. Sən Quma varid olanda əvvəl get xanımı ziyarət elə. Ondan istəcinən, o da o tərəfin qəlbinə məhəbbəti usalsın, getcindən pulu da alcından. Elə bir ki mən buna dedim, bu bir diskindir. Məndən bir şumarə daldı. 2 aydan sonra mənə zəh vurdu. Dedi Hacı ağa bir yol pulumu istəyirdim ki alam. Gəldim sən deyənə əməl elədim. Quma varid olanda əvvəl getdim xanımın ziyarətinə. Xanımı ziyarət elədim. 2 rəkət namaz qıldım. Getdim o tərəfin dükanına yetişəndə gördüm elə çəkimi yazıb qoyub mizin üstə. Dedi gəlməsəydin də sab özüm gətirəcəydim. Dedim gördün? Adam var 50 dəfə gedir Tehrana. Bir dəfə Həzrət Əbdülazimi ziyarət eləmir. Çönmü ziyarət eləcinən də. Adam var buradan gedir məsələn İsfahana, Poles Yosepol, Pole Xacun, Çeyl Sudun, deyərəm Əllaməyə məclisinin qəbrin ziyarət elədin, hacıq iş yadıma düşmədi. Deyərəm baba sən getmişdin da, necə dünyova təfrih eləyirdin, ahirətova da bir şey qazanıydın. Bir qəbristanı Təxti Fulada da gediydin. Gedisən Təbrizə, Şahgölü, Bağlar bağı, bir həmmalı Təbrizinin də qəbrin tab, orada da bir həmd-i surə oxu da, müminin qəbrinin üstə getmək ki səvabdır. Get qəbrinin üstə, səvabı vardı. Və hədis varımızdır ki, əgər bir dənə seyyid qapıdan girəm, Fatıməyə Zəhra salamullahi aleyhanın üçün şəhadət günləridir. Bu xanım sabah yox bir gün gecə şəbi şəhadət, axırın vəsiyyəti bu oldu Əmirül Möminə. Əlican mənim səlamımı yetir tamamı balalarıma taruz qiyamətəcən. Pəs qiyamətəcən seyyid bu yerin üzündə vardı. Deyir əgər bir dənə seyyid qapıdan girə, tamam qəd durmayasan əyağına. Bir dərdə mübtəla olasan ki dərd və dərman tapılmaya, özüvü məzəmmət eləcinən. Özüvü məzəmmət eləcinən. Şeyx Muhammed Valih vardı Məşəddə, Oliyaullahdan idi. Seyyiddən qabaq yeriməzdi. Deyərdi Allah mənə hər nə mənə veribdi, bi bərəkəti ehtiram, bi sadat və zurriyə Həzrəti Zəhra mənə inayət eləyibdi. Buyurardı təqəddüm bər sadat, aqibəti xoşi nədarət. İmam Rıza əleyhisselam buyurdu, seyyidin yüzünə baxasan Allah günahlarını bəğişlər. Dedi ağa sənə qurban olum tamam seyyidlərin. Dedi madami ki əhl-i qonah və məsiyyət olmuyor. Madam ki günah eləməyə, əhl-i məsiyyət olmuyor. Çün deyir sadatın üçün nəsli yetişir Fatıməyə Zəhraya.
o cəhətən məqamiləri çox yuxarıdır. Şeyx Həsən Əliyə Noxudakı rəhmətullah əleyh, onlar ki Məşədə gediblər, görüblər Qızıl Səqqəxananın həyətindədir qəbri. 2 dənə kitabı var, Neşan əzbi neşanha, ali oxumalıdır. Buyurur ki, 7 yaşımdan oruç tutardım 3 ay ildə. Rəcəb, Şəban, Rəməzan. 7 yaşımdan. Bir dənə məkruh da əməl eləmədim. Amma Allah mənə hər nə mənə inayət eləyib, əz məhəbbət be sadat və bəccəhay Fatimə mənə inayət eləyib. Hətta vaxt istirdi dünyadan gedə Rubə qibləydi. Dedi, nə mənə mərdum gəlsə mənim yanıma qoymayın. Fəqət Seyid balaları qoyun gəlsin ki, xanım Zəhraya deyim ki, baxdım balalarımın üzünə can verdim. Balalarımın üzünə can verdim. Niyə? Deyir, bi xatirə əcdadışun Fatimə-i Zəhra salamullah aleyhadır. Buyurur, əgər bir seyyid ola ki, küçədə fəqət yol gedə, bir məhəllədə bir seyyid var, gəlir küçədən soruşur, deyir, bərəkətdir. Mərhum Mirzə Cavad Ağay Tehranı buyurardı ki, gedəsən seyyid muttəqinə ha, tapasan bir seyyid ola ki, muttəqi batəqva, onun qapısında durasan, cami-i kəbirə oxuyasan, ərzişi var. Əssəlamu aleykum ya əhlə beytin nubuvvə və məvzəir risalə və müxtələfil mələikə və məhbətil vəh və mədənir rəhmə və xuzzanəl ilm və muntəhəl hilm və usuləl kərəm və qadətəl uməm və ovliyaən nəm və ənasirəl əbrar və duaiməl əxyar. Seyyid müttəqini tapasan, deyir, qapısında gedib dayanasan, ziyarət cami-i kəbir oxuyasan. Seyyid Əbülhüseyn var idi qumda, şərab içərdi bu. Gəldi bir gün Əhməd ibn İshaq Qumminin qapısına. Əhməd ibn İshaq Qummi vəkili İmam Həsən Əskəri əleyhisselamıdır. Gəldi qapını döydü. Xadimi dedi ki, ağa Seyyid Əbülhüseyn də gəlib qapını döyür. Dedi, açma qapını. Seyyid-i şərabxar. Şərabı içir, özü də utanmır, gəlir bizim qapıya. Neçə gündən sonra Əhməd ibn İshaq Qummi getdi Samirraya, İmam Həsən Əskəri qapını açmadı. Vasitə yolladı. Ağa, nə mənə bais olub mورد بیمهری şoma qərar گرفتم. Dedi, niyə Seyyid Əbülhüseynə qapını açmadın? Dedi, ağa şərab içərdi. Dedi, olsun rəayət nəsəb şomu kərdi. Onun nəsəbi yetişər. Qabırqaları sınan Zəhraya. Anama görə ehtiram eləyeydin ona. Anama görə qayıtdı, gələndən sonra Əhməd ibn İshaq Qummi Seyyid Əbülhüseyni çağırdı, ona xələt verdi, üzündən öpdü ehtiram. Seyyid Əbülhüseyn dedi, hə, qapını açmazdın mənim üzümə. Nəcür olub? Dedi, İmam Həsən Əskəri buyurdu, bizə görə ehtiram eləyeydin, o Zəhra balasıdır. Nəsəbi yetişir nənəm Zəhraya. Oturdu yerə, ağladı, vurdu başına. Dedi, vay olsun mənə. Kül mənim başıma ki, mən Zəhra balasıyam. Özümü tanımıram. Ağladı və orada tövbə elədi. Ölüncəndə günah eləmədi.